Türkiyə Daxili İşlər Nazirliyi Gürcüstan tərəfindən Interpolun yaşıl bülleteni ilə axtarılan qanuni oğrunu saxlayıb. Bu barədə məlumatı Türkiyənin Daxili İşlər Naziri sosial şəbəkədə yayıb. Ali Yerlikaya bildirib ki, saxlanılan şəxs cinayətkar təşkilatın üzvü olmaq ittihamı ilə axtarılırdı və əsasən Rusiyada fəaliyyət göstərirmiş. Qeyd olunub ki, eyni əməliyyat çərçivəsində Interpolun qırmızı bülleteni ilə Rusiya tərəfindən axtarılan və beynəlxalq terrorçuluqda ittiham olunan şəxs də saxlanılıb. Это вор в законе. Вы вор? Как? Вы вор? Я вор. Rusiyanın Interpolun qırmızı bülleteni ilə beynəlxalq terrorçuluq maddəsi üzrə axtardığı şəxs Hatay vilayətində saxlanılıb deyə Türk Nazir sosial şəbəkədə yazıb. Müxtəlif Telegram kanalların yaydığı məlumata görə Antalyada saxlanılan Gürcüstanlı qanuni oğru əslən Potitan olan Baçuki Baçulyadır.